Biz bu işin ötəsindən gəldik. Biraz geç açıldı üstü. Orada başqa cinayətlərin də üstü açıldı. 7 nəfər adam şəxs orada cinayət məsuliyyətinə cəlb etdi. Hadisənin təşkilatçısı və rəhbəri qadın idi. İcraçılar isə onun yaxınlıq etdiyi şəxslər idi. Çox nadir bir hadisə idi. Oğurluq hadisəsi ilə əlaqədar olmuşdu və narahatçılıq olmasın deyə sizə deyim ki, bu tələbələr pambıq yığımına gələn tələbələr deyildi. Amma ilk vaxtı heç kəs təsəvvür eləmirdi ki, bu tələbələr kimlərdir? Bunlar başqa institutlarda Bakıda oxuyan tələbələr idi. Yerli malqara oğruları ilə əlbir olmuşdular. Onlar malqara oğurlayırlardı qalxoz, savxoz, fərdi evlərdən, kəsirdilər və bu tələbələr də gedib çamadan yığıb bu əti gətirib Bakıda yasamalda satırdılar. Digər bir dəstə bunu bilib oğurluq eləyən malqara oğruları rəqabətə girmişlər və bunun nəticəsində onları sıradan çıxartmaq üçün bu hadisə